Salam. Bugün sizinlə siqareti tərk etməyin elmi əsaslarına, yəni sübuta əsaslanan yollarına baxırıq. Əlimizdəki məlumatlar bu etiraf edək ki, çətin prosesə fərqli yanaşmaları göstərir. Məqsədimiz də elə budur ki, bu məlumatları, necə deyim, təhlil edib sizin üçün ən vacib nöqtələri çıxaraq. Salam. Bəli, çox vacib məsələdir. Çünki siqareti atmaq təkcə iradə gücü deyil. Yəni mənbələr də göstərir ki, bu düzgün strategiya, planlaşdırma tələb edən bir prosesdir. Hazırlıqdan tutmuş ta uzun müddətli dəstəyə qədər əhəmiyyətli mərhələlər var. Elədir, mənbələrdə ilk diqqət çəkən məqam məhz hazırlıqdır deyəsən. Məsələn, dəqiq bir tərk etmə tarixi qoymaq və motivasiyanı yazmaq. Yəni, niyə tərk etmək istəyirsən? Sağlamlıqdır, pul qənaətidir, ailədir. Hə, bu çox önəmlidir. Konkretləşdirmək. Bir də o tetikləyicilər məsələsi var. Hə, o maraqlıdır. Yəni, siqaret yandırmağa sövq edən anlar. Səhər kofe içəndə ya işdə fasilədə? Bəli. Onları bilmək çox vacibdir. Çünki onları biləndə onlarla necə başa çıxacağını da planlaya bilirsən. Yəni, bu şuurlu başlanğıc üçün zəmin yaradır. Aydındır. Yəni, hazırlıq oldu, planı qurduq, bəs sonra. Mənbələr nikotin əvəz etmə terapiyasından, NRT-dən çox danışır. Hə, NRT. Bu çox geniş yayılmış və effektiv bir üsuldur. Flasterlər var, saqqızlar, pastillər. Bəli, görmüşük. Bunlar o nikotin acılığı simptomları var ha, əsəbilik, narahatlıq. Onları yüngülləşdirir. Ən çətin hissəsi də elə odur yəqin ilk vaxtlar. Elədir və çox diqqətə layiq bir statistika var, sizin mənbələrdə də qeyd olunan. NRT istifadəsi plasebo ilə müqayisədə 6-12 aydan sonra siqaretsiz qalma şansını təxminən 50-60% artırır. Vay, 50-60%? Bu çox ciddi fərqdir. Deməli, fiziki asılılığa qarşı güclü bir vasitədir. Bəli, əhəmiyyətli dərəcədə kömək edir. Amma təkcə fiziki tərəfi yoxdur axı bu işin. Elədir. Vərdişlər var, psixoloji tərəfi var. Məhz burada deyəsən, koqnitiv davranış terapiyası, yəni CBT dövrəyə girir. Tamamilə doğrudur. CBT, o siqaretlə bağlı avtomatikləşmiş düşüncələri, davranışları hədəf alır. Məsələn, stresliyən gərək siqaret çəkim düşüncəsi. Hə, o avtomatik reaksiya. Bəli, CBT bu əlaqəni qırmağa kömək edir, yeni düşüncə və davranış modelləri formalaşdırır. Mənbələrdə də var ki, CBT həm tək başına, həm də NRT ilə birlikdə çox effektivdir. Hətta deyəsən, həkimlərin qısa məsləhətləri belə təsirli ola bilir, motivasiyanı artırmaq üçün. Bəli. Qısa bir söhbət, həkimin verdiyi kiçik bir təkan belə bəzən fərq yaradır. Bu psixoloji dəstək faktoru çox önəmlidir. Bir də farmakoterapiya var, yəni dərman müalicəsi. Hə, o dərmanlar barədə də məlumat var idi. Vareniklin, bupropion kimi adlar çəkilirdi. Onlar necə işləyir? Onlar biraz fərqli mexanizmla işləyir. Beyindəki nikotin reseptorlarına təsir edirlər. Həm siqaret çəkmək həvəsini azaldırlar, həm də o geri çəkilmə, yəni abstinensiya simptomlarını yüngülləşdirirlər. Deməli, iki tərəfdən təsir göstərirlər. Bəli, və sizin mənbələrdə də vurğulanan çox vacib bir məqam var. Ən yaxşı, ən davamlı nəticələr çox vaxt bu üsulların kombinasiyasından əldə edilir. Yəni, tək bir şeyə güvənmək əvəzinə bir neçə üsulu birləşdirmək, məsələn, NRT ilə CBT-ni ya da dərmanla dəstəyi. Aynən elə. Fərdi ehtiyaclara uyğun bir paket hazırlamaq kimi. Çünki hər kəs fərqlidir, hər kəsə eyni şey təsir etməyə bilər. Bu məntiqlidir. Çox cəbhəli yanaşma. Bir də tək olmamaq məsələsi var. Mənbələrdə davamlı dəstəyin əhəmiyyəti çox vurğulanır. Əlbəttə, qrup terapiyaları, məsləhət xətləri, hətta dostların, ailənin dəstəyi. Bunlar hamısı motivasiyanı qorumağa kömək edir. Müasir dövrdə texnologiya da köməyə gəlir deyəsən. Mobil tətbiqlər var, siqaretsiz günləri sayır, nə qədər pula qənaət etdiyini göstərir. Hə, o tətbiqlər çox faydalıdır. İnsanı həvəsləndirir, irəliləyişi göstərir. Bəzi proqramlarda hətta maliyyə stimulları da olur. Yəni, tərcih etməyə görə mükafat. Maraqlıdır. Deməli, dəstək müxtəlif formalarda ola bilər. Bəs o ən qorxulu mərhələ, geri çəkilmə simptomları. İlk həftələr deyirlər çox çətin olur. Hə, ilk 1-2 həftə fiziki olaraq ən çətin dövr sayılır. Əsəbilik, yuxu pozğunluğu, diqqət dağınıqlığı, bunlar ola bilər. Amma vacib olan odur ki, bunlar müvəqqətidir. Keçib gedir. Bəs o dövrü necə daha rahat keçirmək olar? Nəsə tövsiyələr var idi mənbələrdə? Var idi, bəli.
Məsələn, fiziki aktivlik, idman etmək, gəzmək həm stresi azaldır, həm əhvalı yaxşılaşdırır. Bir də rahatlama texnikaları. Dərin nəfəs almaq, meditasiya kimi. Bunlar o anlıq istəklərlə mübarizədə kömək edə bilir. Aydındır. Və bir də relaps məsələsi, yəni təkrar başlamaq. Bu çox adamın qorxduğu bir şeydir. Elədir. Amma mənbələr də vurğulayır ki, relaps uğursuzluq demək deyil. Yəni bu, prosesin bir hissəsi ola bilər. Əsas odur ki, bundan dərs çıxarasan. Yəni, niyə oldu, hansı vəziyyətdə oldu suallarını verib, strategiyanı yeniləmək. Tam olaraq. Bunu bir öyrənmə fürsəti kimi görmək lazımdır. Deməli, bu strategiya məndə işləmədi, gəl başqa bir şey yoxlayım, deyə bilmək. Deməli, ümumiləşdirsək, sizin təqdim etdiyiniz məlumatlardan belə çıxır ki, siqareti bir dəfəlik tərk etməyin yolu, necə deyim, fərdi yanaşmadan keçir. Elmi, əsaslı metodların NRT, davranış terapiyası, bəlkə dərmanlar və güclü dəstək sisteminin ağıllı kombinasiyası lazımdır və ən əsası prosesə şuurlu başlamaq. Bəli, tamamilə razıyam. Əsas odur ki, biləsiniz ki, alətlər var, yollar var və düzgün yanaşmayla bu məqsədə çatmaq mümkündür, imkanlıdır. İndi bütün bu danışdıqlarımızdan sonra bir anlıq dayanıb özünüz üçün düşünün. Bu yolda sizi ən çox nə motivasiya edər? Azad olmaq hissi, sağlamlıq, pul. Eyni zamanda potensial olaraq qarşınıza çıxa biləcək ən böyük maneə nə ola bilər? Hansı vəziyyətlər sizi çətinliyə sala bilər? Bax, bu suallar üzərində düşünmək bəlkə də sizin üçün növbəti addımı müəyyənləşdirməyə kömək edə bilər.